Zəngilanın altında Paşinyan yol çəkir, Zəngilandan. Mənim ürəyimin üstündən yol çəkir Qarabağa. Mən Cəfərov Yaşar, Zəngilan rayon Yenikənd kəndi sakiniyim. Mənim əsas məqsədim odur ki, bizim evlərin kompensasiyası necə veriləcək? Var dövlətin hamısının əgər qiymətləndirsələr, o indi deyirlər 180 minə evlər tikirlər, o onun heç belə 1% də deyil. Ermənistanı məğlub eləmişik, vurulan ziyanları, xalqa vurulan ziyanı, dövlətə vurulan ziyanı, xalqın evinə, eşiyinə, malına, mülkünə, həyətinə, bazasına, torpağına, həmçinin də o 30 il dövründə bizə vurulan o ziyanlar, oraya maddi, mənəvi ziyanlar deyək ki, evsiz, eşiksiz, yurtsuz, yuvasız gəlmişiz, bir yerdən o bir yerə, mən özüm şəxsən 3-4 dəfə yer dəyişmişəm. Hər yer dəyişimdə də nə qədər ziyana düşmüşəm, etmişəm. Mən indi bizə vurulan bu ziyanın dövlətimlə bilmirəm, dövlətim versin, dövlət geçsin, alsın Ermənistandan, tələb eləsin, alsın. Qaçqınlıqdan bəri dediyim kimi götürə bilmədiyimiz evimizi, eşiyimizi, malımızı, dövlətimizi, sərvətimizi, torpağımız qaldı. Nə qədər 30 ildə biz o torpaqları əkib, edərib, istifadə edə bilərdik, malımız getdi. Bax, bunun kompensasiyonu istəyirəm mən. Mən dövlətdən istəyirəm. Bilmirəm, dövlət hardan alır, alsın, hardan verir, versin, istəyir Ermənistandan alsın, tələb eləsin.